Salam əziz izləyicilərimiz, biz bugün Saatlı rayon Mirzəva kəndində qocaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Xoş gəlmisiniz. Gəlişiniz mübarəkdir. Təşəkkür edirəm. Diqqət ayırıb qocaman müəllimləri yad edirsiniz. Təqaüddə olan müəllimlərə diqqət ayırırsınız. Təşəkkür edirəm. Xoş gəlmisiniz. Çox sağ olun müəllim. Neçənci ildən anadan olmuşsunuz müəllim? 1 iyul 1957-ci ildə Saatlı rayonundan Mirzəliçan kəndində, keçmişdə Çurovkan kəndində, hal-hazırda Mirzəliçan kəndində anadan olmuş. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini qurtarmışam, biologiya ixtisası üzrə. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? Müəllimlik fəaliyyətini ilə məktəbi qurtaran kimi mən məktəbdə müəllim işləmişəm, eyni zamanda kənddə digər işlərdə də işləmişəm, saatla dərsimi də demişəm. Hal-hazırda da elə müəllim kimi də fəaliyyət göstərirəm. Çox gözəl. Hansı ixtisas üzrə çalışırsınız? Biologiya ixtisası üzrə. Çox gözəl. Ümumilikdə neçə ildir müəllim? Ümumilikdə 40 ildən yuxarıdır. Sənədlərimi də təqdim eləmişəm. Nədir o, əmək veteranlarına. Elə bilirəm, yaxın günlərdə onu da mənə təqdim edəcəklər. Çox gözəl. Mən indi də dərs çalışırsınız. Fəxri adlarınız, mükafatlarınız var. Rayon Təhsil Şöbəsi tərəfindən tərifnamələr veriblər. Mətbuat günü münasibəti ilə ona təhsildə fəaliyyətimi nəzərə alaraq belə mükafatlandırıblar bu şəkildə. Çox gözəl. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik mənim demək olar ki, bu qədər uzun müddət fəaliyyət göstərdiyimə görə müəllimlik mənim həyatımdır. Ona görə də məhz bu yaşımda, 69 yaşında yenə müraciət eləmişdim. Hələ təqaüdə çıxandan bu günə kimi də müəllim çatışmayan yerlərdə müddətli müqavilə ilə öz fəaliyyətimi davam elətdirirəm. Biraz boş qaldım, demək olar ki, elə bil həyatımın bir parçasını itirmişdim. İndi hal-hazırda Saatlı rayon hansı məktəbdə çalışırsınız? Saatlı rayonunun Sultanabad Kənd Ümumi Təhsil məktəbi var, orada çalışıram. Neçə yaşınız var indi hal-hazırda? Hal-hazırda 69-un içərisindəyim. İyulun 1-də inşallah 69 yaşım. İnşallah. Arzu edirik ki, 70, 75, 80, 90, 100 yaşınız olsun, gələk gözəl çəkilişlər eləyək. Təşəkkür edirəm. Sağ əlim sizin başınıza. Allah ömür versin. Təşəkkürlər, minnətdaram, çox sağ olun.